Harry qaqa, Harry, payla pulları Şəbnəmə. Harry. Ver, yüzlükləri ver. Ver qaqa, ver. Tırpaşlıq elə qaqa, risovkalıq elə qaqa. Harry. A-Class dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Salam dəyərli dostlar, xoş gördük. Əziz dostlar, az öncə sizə göstərdiyim kadrları yəqin ki bir çoxunuz görmüsünüz. Şəbnəmə belə yüzlükləri sayan qaqaş var ha. İndi xəbərdə deyilən məlumata görə sən demə narkotacir ailəsiymiş. Əziz dostlar, mövzuya keçməmişdən öncə sizə bir şey deyim ki, mən və dostum Koreyadan cağbacaq avtomobillər gətiririk, Rusiyaya da, Azərbaycana da çatdırılma eləyirik. Yaxşı avtomobil istəyirsinizsə aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Sən demə, bu pulları Şəbnəmə verən oğlan, yəni ailəsi qarışıq, narkotacir imişlər. Fariqamal satanlar, getsin öz evinə sarsan, atası da kulübü atlasan, anası da kulübü atlasan. Xəbərdə deyilən məlumata görə bir neçə ay əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində dollar yağışına tutulması ilə bağlı görüntülər yayılmışdı. Axşam az, günün səsi infoya istinadən xəbər verir ki, Şəbnəm Tovuzlunu dolları yağışına tutan həmin ailə Ofeliya və Luka ləqəbli oğlu narkotik alverçisiymiş. Gürcüstanın Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar. Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür. Həmin mərasimdə müğənni nəfəslə iştirak edib, toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl zinət əşyaları da hədiyyə edilib. Xatırladaq ki, Gürcüstanda yaşayan Azərbaycanlılar da bu faktı təsdiqləyiblər. Ən azından getdiyim məclisi araşdırmaq lazımdır. Kimin məclisinə gedirsən? Yəni, əgər bilib gediblərsə, Boeinglərini, Tu-154-lərini yerə soxun. Adətən bu kimi pulları belə paylayanlar var. Çox zaman haramzadalar olur. Yəni, halal yolla pul qazananlar belə israfçılıq eləmir. Hansısa müğənniyə gedizdirmir pullarını. Adətən, belə deyək də, haram yolla pul qazanan məmurlar, haram yolla, nə bilim, onun bunun haqqını yiyənlər, belə tüvar şeylər, narkotik tacirlər bu kimi şeyləri eləyirlər. Çünki pul havaydan gəlir də. Show biznes nümayəndələrinə demək istəyirəm ki, getdiyiniz məclislərin sahiblərinin kim olduqlarını birinci növbədə araşdırın, sonra bok yeyib onların məclisinə gedin. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.